bir gün çox sağ ol deyib, sonra deyəsən ki, Tolik'i loxladım, küçədə qalım sizə görə. Yaşamayım, evladıma gün yaşatmayayım ki, mənim pulum var biraz. Mən məmuram, icra başçısıyam. Mən nəyəm sizin üçün icra başçısıyam. Rayonumuzda nə bilim, əmlak yemişəm, neynəmişəm. Mən nə qazanmışım, özüm qazanmışım. Neynəyim, satım evimi, işimi ki, TikTok'da mənə bir gün çox sağ ol deyib, sonra da var yoxmu söyəsiz. Neynəyim indi? Uşağıma bir şey iluşqa almayım. Biri o gün yazıb ki, bəxtəvər başlayım, uşağının evdə 2 dənə maşını var. Vallahi o 2 maşının ikisini də mənim uşağıma hədiyyə veriblər. Hətta Flora Kərimova mənim uşağıma böyük bir maşın alıb hədiyyə verib. İndi mən neyniyim, çıxardım qoyum qapının ağzına deyim, ay kim varsa gəlib aparsın. İndi mənim uşağım bir gün görməsin. İndi biz neyniyək? İndi sabah Orxan götürəcək. Təsəvvür edin, görün necə. Orxan biz nə həddə gəlib çıxmışıq ki, bu günləri hamı bilir ki, tanınmış simalara bəzi ölkənin otelləri və turizm şirkətləri havayı bilet verirlər. Misal üçün mən Misirə getdim, dostum İsa ilə. Bizə havayı bilet verdilər, havayı otel verdilər ki, biz onu... Mən də çox istəyirəm Misirə gedim. Mən səni deyərəm, təşkil edərlər. Çünki sən qulaq as, uşaqlarınla gedərsən, qulaq as da. Bizə bunu hədiyyə verirlər. İndi Zaur Baxşəliyev ölkədə 3 milyondan çox Instagramda izləyicisi var. YouTube, TikTok'da 1 milyondan çox və fakt görürsən də necə kontent yaradıb, videolar çəkir. Buna istənilən şirkət 10 minlik, 15 minlik tur paket verə bilər də get istirahət elə. Çünki onu izləyən ailəli qadınlardır, evdar xanımlardır. Yəni bunlar getsinlər. Altda yazıblar. Zaur, bu nədir? Altda biri yazıb. Devlət bundan niyə soruşmur ki, bu hansı pulla gedib Misirdə istirahət edir? Sağ olun abi. Siz nəyi qoyub, nəyi danışırsınız? O travel niyə görə versin ki, müəlliməyə versin? Müəllimənin birinə verəndən sonra, o bursu da müəllimə, baxın dostlar, əvvəl turagentlər, kasıblara yox, qazilərə də kömək edirdilər. Nə bilim ki, məsələn, demirəm, bahalı yerlərə bilet verirdilər. Sonra o qazi gələndən sonra 3 dənə qazini oraya göndərirdi. Onlara verməyəndə orada şirkətdə dava edirdilər, söyürdülər. Ona görə də bugün heç kim yaxşılıq eləmək istəmir. Mənim misal üçün ürəyim yanır. Bu günləri Tovuzda bir dənə qazimiz ev tikir. Mən o gün girdim Zemfirə ilə. Girdim, mən də özüm pul azaltdım da. Yəni elə belə Zemaya dedim, 50 manat pul attım ora. Və Zemaya etdim ki, mən danışacağım, bir maşın daş sat, dostlarımız kömək eləsin. Amma yayıma niyə girmirəm? Birinə kömək eləyəndən sonra başlayırsın mənə qarğış eləmək. Başlayırsın mənə söyməyə ki, filan kəsə kömək elədin, mənə eləmədin. Başlayırsın mənə qarğış eləməyə. Ona görə də istəmirəm eləyim. Rahat yaşamaq istəyirəm. Bax, gör necə rahat. Orxanla girib 5 dəqiqə, 10 dəqiqə danışıram. Sonra gedirəm öz işimin gücümün dalıcan. Heç kimlə dava da eləmirəm. Ekran kayıtları eləyib məni söymürlər. Rahat yaşamaq istəyirəm. Qurban olum sizə. İstəmirəm söylüm, başınıza dönüm, istəmirəm də. Skolu gəlmədi, yox, kiminsə maşınları. Orxan, bugünkü məhkəmədən nə gün? Orxan. Onu öyrən üçün çox vacibdir. Ambulans kimə gəldi? 100% şikayətçi tərəfə gələr. Bir də onun arasında. Dırnaq arasında. Yəni Orxan, sənə bir sual verdim. Səncə bugünkü məhkəmədən nə gözləyirsən? Mən düşünürəm ki, bugünkü məhkəmə təxirə salınacaq sentyabr ayınacan. Çünki hamısı indi tətilə gedirlər. Bugünkü günü hakim təxirə salacaq sentyabraca. Sən nə düşünürsən? Çünki o qədər ictimailəşmiş işdir ki, rezonanslı gəlib. Yəni bugün buna heç bir şey bəraət ya da tezliklə belə şey ola bilmir. Çünki bu kifayət qədər ciddi araşdırmaq lazımdır və Elnur müəllim də ki, kifayət qədər şəffaf və bəraəti milli hakimlərdəndir, çox ədalətli hakimlərdən biridir və ona görə də çox həssaslıqla. Mən sizə bir söz deyim, Orxanı gördüm ki, yəni nöqtə suallarını verir, qeydlərini gördüm. Orxan, amma sənə bir söz deyim, apellyasiya məhkəməsi demək olar Məhkəməyə gəlir, təcrid biatma, amma bilinmir görə. 70% məhkəmənin ilk instansiyanın işini təzədən araşdırır, fikir verirsən. Evet. Yəni bu da arzunun xeyrinə günü-gündən gedir, çünki vəsadətləri qəbul olunur və bir çox gizlin qalan məqamlar ortaya çıxır, misal üçün. Düz deyirəm? Düz, əlbəttə. Çünki yenə deyirəm, kifayət qədər narazılıq oldu. Yəni 40 dəqiqə qalmaq nə deməkdir? 40 dəqiqə bir yerdə qalmaq deməli bu adamın ən böyük suçsuzluğunu göstərir ki, bu adam 40 dəqiqə qalıb və əlində sənəd var ki, 3 ay bundan qabaq bilet alıb, aeroporta getməli idi. Yəni mən təkcə bir epizodu deyim sizə.
harsa Arzumun Xəzər rayon məhkəməsinin 5-ə yaxın məhkəməsində oldum. Orada yəni dəfələrlə təqsirləndirilən şəxsin, yəni Arzumun vəkilləri vəsadət verirdi ki, bizim əlavə şahidlərimiz var, hansı yeni əlavə və o vəsadətə təmin edilmədi. Ancaq apellyasiya məhkəməsi bilə elə vəsadət deyilən kimi də Elnur müəllim vəsadəti təmin edir və çöldən o şahidləri dəvət edilər. Şahidlər də gəldilər. Bu da nəyə göstərir sizə? Məhz o şahidin ifadəsidir ki, mən gözlərimin şahidiyəm ki, 40 dəqiqə yəni Arzum orada olub. Ambulans gələndə, yol polisi gələndə Arzum oradaydı. Bəs yaxşı, yol polisi gələndə Arzum oradaydı. Bəs yol polisi işçilərini çağırıb orada onların axı maşınlarında registrator var. Göstərirlər ki, Arzu yəni bilirsən, bu əgər orada kamera varsa, bu kameraları deyiblər. İndi onun araşdırması gedəcək. Bilirsən, göstəriləcək ki, Arzu hadisə yerində 40 dəqiqə olub və salam. Özü də bu canlıda olub, bax, orada 10 dəqiqəyi bağlamayıb, bax, yayımı. Maşının, yəni sahibi də, çünki rentakardan idi o maşın. O maşın deyir ki, yəni ona nə deyirsiniz siz maşın içində kameraya? Deyir ki, məsələn, o elə verilən gündən aparılması, gətirilməsi hamısı görüntülər var. Yəni onu deyir, təqdim edə bilərik. Dostlar, burada yazmış ki, şəhid ailəsinin təhsil haqqını ödəmir Yaşad Fondu. Birincisi, mən bildiyimə görə, əgər birinci dərəcəli şəhid evladıdırsa, onun pulunu